Özbəkistanda türk dünyasının rənglərlə qovuşduğu yaradıcılıq səfəri baş tutub. Bugün səfərimiz inşallah Özbəkistanadır. Daşkənd və Səmərqənd şəhərlərinə. Orada da bizim sərgimiz gözlənilir və çox yüksək səviyyədə gözlənilir. Çox önəmlidir ki, bax sizin bizimlə getməmiz bunun özü bir tarix hadisədir. Ki, media qrupu bizlə birbaşa Özbəkistana qədər gelib çıxır. Sanat güzelleştirir, birleştirir. Müthiş dostlar gördük, yeni insanlar tanıdık. Evet, sanat barış getirir, sanat dostluk getirir, birliktelik getirir. Aragon'un çok güzel bir sözü vardır, şiiri vardır. Dünyayı güzellik kurtaracak, sevmekle başlayacak her şey diye başlayan bir şiiri. Nevai bunu çok daha geliştirdi. Dünyayı sanat kurtaracak. Müthiş sanat bir şey. Sanat işte güzellik. Tabii. Her şeyden önce sanat bir dostluktur. Yani ben özellikle bu dostluğun mimarında Nevai Bey'e çok teşekkür ederim. Bizi bir araya getirdi. Dediğim gibi sanatın dili, dini, ırkı asla olmaz. Bugünləri biz Azərbaycanı təmsil edirik. Mən deyərdim ki, incəsənət sərhəd tanımır. Tədbir bizim üçün çox böyük bir uğurdur. Bu uğurun başa gəlməsi üçün Nevai müəllimə çox təşəkkür edirik. Hər zaman inşallah uğurlarımız bol olsun. Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan rəssamlarının iştirakı ilə keçirilən Dünyanı sənət xilas edəcək Rənglərin Qardaşlığı adlı beynəlxalq plener və sərgi 2025-ci ilin oktyabr ayında Özbəkistanda, qədim Daşkənd və Səmərqənd şəhərlərində baş tutub. Bugün bura gəlişimiz təsadüfi deyil. Rənglərin qardaşlığı başlığı altında, yəni sərgiyə biz toplanmışıq. Sərgidə də Ulusum Az və Maga Media dəstəkçisi olaraq bugündən burada olmamıza çox məmnunuq və hər bir sərgi iştirakçısına uğurlar arzuluyuruq. Господину Неваи Metin за организацию такой прекрасной выставки. Это памятный альбом. Еще раз всех коллег поздравляем. Sənətkarlar tarixi məkanlarda açıq havada etüdlər çəkərək öz yaradıcılıq baxışlarını paylaşdılar. Onları özbək rəssamları və sənətsevərlər böyük səmimiyyət və qonaqpərvərliklə qarşıladılar. Tədbirin təşkilində və yüksək səviyyədə keçirilməsində Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti Əkmal Nur, Rəssamlar İttifaqının sədri İbrahim Vəlixocayev, Şərq Ulduzu jurnalının baş redaktoru Siyacəddin Rauf, eləcə də tanınmış sənət adamları Ənvar Bobo, Masud Kolov, Erkin Orol, Cihangir Abdullayev və digərlərinin dəstəyi mühüm rol oynadı. Azərbaycanı və beynəlxalq sənət aləmini təmsil edən rəssamlar isə Nevai Mətin, Tofiqə Əliyeva, Sevinc Abbaszadə, İntiqam Cəfərov, Elçin Nəsirov, Məlahət İsmail, Sevinc Kərimova, Elanura Mənsimova, Elvin Mənsimov, Könül İsmailova, Harun Cici, Ziver Kaplan, Köşən Janat, Jumasiva Saule, Kakimjanova Aygül, Ramazanov Ahmet və Cüktayeva Zarina müxtəlif janrlarda çəkdikləri əsərlərlə sənətin birləşdirici gücünü nümayiş etdirdilər. Plenerin yekunu olaraq 21 oktyabr 2025-ci ildə Özbəkistan Foto Evinin sərgi salonunda möhtəşəm sərgi açıldı. Burada nümayiş olunan əsərlər sülhün, dostluğun və qardaşlığın rənglərlə ifadəsi idi. Layihənin media dəstəyini Maga Media və Ulusum Az təmin edib. Xüsusilə Ulusum Az saytının təsisçisi Rəxşəndə Daşdəmirova, Maga Medianın rəhbəri Məhəmməd Hətəmov və Layihələr Departamentinin rəhbəri Könül Hətəmovanın dəstəyi tədbirin geniş auditoriyaya çatmasına və sənətin birləşdirici missiyasının təbliğinə böyük töhfə verdi. Elanur xanımın rəsm əsəridir. Özbəkistana Azərbaycanı belə deyək ki, transfer edib gətirib. Dağüstü Parkdan biz Özbəkistana baxırıq sanki. Digər tərəfdən də Dağüstü Parkın üzərindən Özbəkistanın rəsm əsərini gecə ilə çəkib xanım. Gözəl Bakımdan Daşkəndə baxış, Əmir Teymur məqbərəsinə baxış.
Yəni bir Azərbaycan, bir yanda Özbəkistan. Turu təşkil edən və layihənin ideya müəllifi olan rəssam Nəvai Mətinə bu sənət körpüsünü yaratdığı üçün xüsusi təşəkkür edirik. Bu layihə bir daha sübut etdi ki, sənət sərhəd tanımır. O millətləri və qəlbləri birləşdirən ən saf körpüdür. И наша цель, конечно, разделить искусство с простой. Поэтому мы гуляем по разным районам, по разным республикам. Dünyanı sənət xilas edəcək devizi isə Türk dünyasının mədəni həmrəliyini və yaradıcılıq birliyinin simvoluna çevrildi.